Salam əziz yüksələn oğlaqlar. 2026-cı ilin iyul ay şərhinə xoş gəlmisiniz. Kiçik bir xatırlatma edim ki, proqnozlar hər zaman yüksələn burca görə hazırlanır. Yəni siz də yüksələn oğlaqsınızsa, deməli tam olaraq doğru yerdəsiniz. 22 iyula qədər Günəş Xərçəng bürcündə, yəni doğum xəritənizin 7-ci evində olacaq. Bu evdə ona Merkuri də yoldaşlıq edir. Lakin Merkuri retro vəziyyətdədir, yəni geri hərəkət edir. Merkuri retrosu 29 iyunda başlayıb 24 iyula qədər davam edəcək. Beləliklə, həm Günəş, həm də retro Merkuri sizin 7-ci evinizdə. 7-ci ev münasibətlər evidir. Buraya evlilik, sevgi münasibətləri, iş ortaqlıqları, ticari əməkdaşlıqlar, sosial münasibətlər və hüquqi proseslər daxildir. Günəş göstərir ki, əsas diqqətiniz münasibətlərdə olacaq. Lakin münasibətlər evində ünsiyyət planeti Merkuri retro vəziyyətdə olduğu üçün bütün ikili münasibətlərdə çox diqqətli olmalısınız. Bu dövrdə yanlış anlaşılmalar, bir-birinizi səhv başa düşmələr və münasibət böhranları yaşana bilər. Xüsusilə köhnə, artıq bağlanmış hesab etdiyiniz mövzular yenidən gündəmə gələ bilər. Merkuri retrosunda bitməsi lazım olan münasibətlər həqiqətən də sona çata bilər. Bu o deməkdir ki, həmin münasibətin təməli kifayət qədər möhkəm deyilmiş. Əgər bitəcəksə, deməli bitməlidir. Ona görə də belə bir qərarınız varsa, onu 24 ildən sonraya, yəni Merkuri retrosunun bitməsindən sonraya saxlayın. Bu dövrdə keçmişdən tanıdığınız insanlar yenidən qarşınıza çıxa bilər. Keçmiş sevgiliniz və ya vaxtilə münasibətiniz olmuş biri yenidən sizinlə əlaqə saxlaya bilər. Amma diqqətli olun. Merkur retrosunda belə münasibətlər adətən problem yaradır. İş ortaqlıqlarında və ticari münasibətlərdə də diqqətli olun. Yanlış anlaşılmalar və problemlər yarana bilər. 22 iyuldan etibarən Günəş Şir bürcünə, yəni sizin 8-ci evinizə keçir. Yupiter də artıq bir il müddətinə Şir bürcündədir. Üstəlik, Günəş-Yupiter qovuşumu da baş verəcək. 22 ildən sonra diqqətiniz tamamilə maliyyə məsələlərinə yönələcək. Bu dövrdə gəlir və xərclər, investisiyalar, avtomobil almaq, ev almaq, ailə daxilində ortaq maliyyə və yığım etmək kimi mövzular gündəmdə olacaq. 8-ci ev həyat yoldaşı ilə ortaq maliyyəni, ailə büdcəsini və ortaq investisiyaları idarə edir. Bu sahədə ciddi hərəkətlilik görülür. Bu dövrdə bank kreditləri, kredit kartları, vergi, borclar, aliment, miras və digər maliyyə öhdəlikləri mövzuları aktivləşə bilər. Ümumiyyətlə, iyul ayının ikinci yarısı maliyyə planlaması ilə keçə bilər. 8-ci ev həm də sağlamlıq evidir. Günəş burada olarkən, bəzi insanlarda həddindən artıq narahatlıq, obsessiv düşüncələr və psixoloji gərginlik arta bilər. Həm ruh sağlamlığınıza, həm də fiziki sağlamlığınıza diqqət yetirin. Əgər özünüzü psixoloji baxımdan sıxılmış hiss edirsinizsə, bu dövr psixoloqa müraciət etmək, terapiyaya başlamaq, meditasiya etmək, enerji çalışmaları və astroloji məsləhət almaq üçün çox uyğun zamanlardır. Günəş-Yupiter qovuşumu 22 iyuldan 3 avqusta qədər davam edəcək. Lakin Merkuri retrosu 24 iyulda bitir. Xüsusilə 27 iyul 3 avqust tarixləri çox uğurlu görünür. Bu tarixlərdə ev ala bilərsiniz, investisiya edə bilərsiniz, yeni maliyyə layihəsinə başlaya bilərsiniz, yeni işə müraciət edə bilərsiniz və ümumiyyətlə yeni başlanğıclar edə bilərsiniz. Əgər hansısa mühüm işə başlayacaqsınızsa, çalışın həmin işin başlanğıcında Günəş-Yupiter qovuşumunun uğurlu enerjisi olsun. Bu fürsəti qaçırmayın. 29 iyulda Dolça bürcünün 6 dərəcəsində dolunay baş verəcək. Dolça sizin doğum xəritənizdə ikinci evi, yəni pul və karyer evini idarə edir. Bu dolunayla birlikdə maliyyə ilə bağlı xəbərlər, iş həyatında yeniliklər və gəlirlə bağlı məsələlər ön plana çıxacaq. Maddi durumunuz daha dəqiq görünəcək. Əgər investisiya etməyi planlaşdırırsınızsa, həmin dövrdə qərarınızı verə bilərsiniz. Karyer ilə bağlı da mühüm xəbərlər ala bilərsiniz. Uzun müddətdir nəticəsini gözlədiyiniz bir məsələ dolunay zamanı nəhayət aydınlaşa bilər. Bu baxımdan dolunay olduqca müsbət görünür. İzlədiyiniz üçün təşəkkür edirəm. Yenidən görüşənədək.